Qoç, peşə fəaliyyətində yeni uğurlar əldə etmək üçün əlverişli məqamı gözləyin. Lakin işlər düşündüyünüz kimi getməsə fikir etməyin. Hər yolda əngəllər ola bilər. Əsas odur ki, sonda planlarınızı həyata keçirə biləcəksiniz. Müəyyən vaxtdan sonra işinizin bəhrəsindən zövq alacaqsınız. Buğa, anlaşılmazlıqlar və mübahisələr ola bilər, çünki maraqlarınız tərəfdaşlarınızın maraqları ilə üst-üstə düşməyə bilər. Lakin geri çəkilməməlisiniz. Bu vəziyyətdə müvəffəqiyyətiniz qeyri-adi bacarıq nümayiş etdirməyinizdən asılı olacaq. Əkizlər, müsbət enerjili olacaq və bunun sayəsində bir çox işlərin öhdəsindən gələ biləcəksiniz. Bütün köhnə layihələrinizi tez zamanda başa çatdırıb, hətta yeni ideyalarınızı həyata keçirməyə başlayın. Faydalı işgüzar görüşlər gözlənilir. Xərçəng, hər şey sizin xeyrinizə olacaq. Düzgün yoldasınız, amma oturub gözləməyin. Əvvəlcədən həddindən artıq çox işiniz olacaq. Hətta üzərinizə çox yük götürdüyünüz üçün təəssüflənəcəksiniz. Lakin geri çəkilməyin. Öz qərarlarınızda və hərəkətlərinizdə qətiyyətli olun. Qələbənizi layiqincə bayram edəcəksiniz. Şir, sərfəli müqavilə bağlamaq şansını əldən verməyin. Tezliklə bu sazişdən mənfəət əldə etməyə başlayacaqsınız ki, bu da maliyyə çatışmazlığı üzündən əvvəllər həyata keçirə bilmədiyiniz ideyalarınızı reallaşdırmağa imkan verəcək. İş baxımından da əlverişli gündür. Qız, öz səylərinizdə məqsədyönlü arzularınızda dönməz olacaqsınız. Məqsədinizə çatmaq üçün yaxınlarınızın sizə xeyli köməyi dəyəcək. Rəhbərlik də xidmətlərinizi yüksək qiymətləndirəcək və işdə mövqeyiniz xeyli möhkəmlənəcək. Tərəzi, səmərəli işinizin nəticələrindən zövq ala biləcəksiniz. Mühüm layihələri mütləq həyata keçirəcək və ətrafdakılardan müsbət münasibət görəcəksiniz. Ən başlıcası isə öz qüvvənizə və imkanlarınıza şübhə etməyin. Yaxınlarınız sizi həmişə dəstəkləyəcək. Əqrəb, peşə fəaliyyətində nəzərə çarpacaq uğurlar qazanacaqsınız. Buna görə də hər şeyi dəyərləndirmək lazımdır. Hadisələrin gedişatını tələsdirməyin. Hövsələsizlik və tələskənlik sizi sadəcə geri sala bilər. Gözləmə mövqeyində qalsaz daha yaxşı nəticələr əldə edəcəksiniz. Oxatan, tapşırığın qüsursuz yerinə yetirilməsi karyera yüksəlişinizə və peşə sahəsində yeni uğurlar qazanmağınıza səbəb olacaq. İşdə nəzakət və prinsipiallıq göstərməyiniz müvəffəqiyyətinizin açarıdır. Stres atmaq üçün idman edin, nəzakətli davranın. Oğlaq, təəssüf ki, bu günlərdə maliyyə imkanlarınız məhdud olacaq. Odur ki, iri alış-veriş planlaşdırarkən diqqətli olun. Ümumiyyətlə, bugün sizin üçün çox əlverişli olacaq. Sizi maraqlandıran bütün məsələləri rahat şəkildə, emosional hay-küy olmadan həll edəcəksiniz. Dolça, diqqətli olun, qüvvənizi və vaxtınızı düzgün bölüşdürün. Onlar sizə təkcə işdə deyil, evdə də gərək olacaq. İş çox və müxtəlifdir. Hamısını eyni vaxtda bitirməyə çalışmayın. Düşündüklərinizi dəqiq və planlı şəkildə yerinə yetirin. Balıqlar, işləriniz həmişəkindən daha uğurludur. Ola bilsin ki, sizə yeni vəzifə təklif olunsun, yaxud pul mükafatı verilsin. Uzaq perspektiv üçün nəzərdə tutduğunuz planlar müsbət nəticə verə bilər. Lakin bu barədə hələlik heç kimə danışmayın.